Eşkin şerefi, izzeti sen. Ya Abbas, eşkin şerefi, izzeti sen. Kahramanlık sözünün hikmeti sen. O fazilet ki barındır, söze sığmaz değerin. Açar Allah üzübe bağlı behiş perdelerin. Çırpınar Cəfər Təyyar misalında perin. Şövq ile seyredesen cenneti sen ya. Allah size Kərbəla nəsib eləsin. İmam Hüseyin Aleyhisselamın hakkında, Allah şücaatinden danıştı. Adam elə istəyirsə, amma dilim bu şeiri deyil, içeride bir dana ruhunda o şeir elə bir fırlanır. Allah istəyir ki, onu deyil. Həzrəti Əbəlfəzl Abbas ağa ki, Kərbəla hadisəsində Maarifin haqqında eşitmişsiniz, gəldi Həzrət Əbəlfəz ağanı döyüşə çağırır, rəcəz oxuyur. Həzrət Əbəlfəz Abbas gəldi İmam Hüseyin Aleyhisselamın yanına icazə istəməyə ki, ver mənə meydana icazə, ey Hüseyin, nə olasən? Misli atan cəng edərəm, Heydər kərrarətən. Qanuna qəlbidə əgər eyləməsən maridi, şir xuda oğlu Əbəlfəz deyiləm onda mən. Sən ki bələdsən ey Hüseynim gücümə, qüvvəmə, yer ilə yeksan edərəm düşməni bir zərbəmə. Verdi Hüseyin cəngə icazə gedə Əbbasına. Verdi Hüseyin cəngə icazə gedə Əbbasına. Var ümidi qardaşının sidq ilə ixlasına, söylədi Mövla. Bacıcan, bax sənə Əbəlfəzün başları meydana tökən xəncər əlmasına. Aslanın oğlu necə aslan kimi gərdiş edir, şir xuda cəngini meydanda nümayiş edir. Döyüş başladı. Həzrət Əbəlfəz ağanın pak və müqəddəs ruhuna salavat zikr elə. Döyüş başladı. Elə bil etdi Əbəlfəzlə təcəllə əlinin qüdrəti. Elə bil etdi təcəllə Əbəlfəzlə əlinin qüdrəti. Mauridin artıq tükənibdir, dəxi yox taqəti. Həzrəti Zeynəb o zaman etdi nəzər meydana, gördü ki qeyrət sürüyür cəngidə bir qeyrət. Zeynəb'ün canı fəda səndə olan qeyrətə, səndəki qeyrətli cahanı gətirib heyrətə. Səhnə-i döyüş edir, səhnə-i meydanda Hüseyin nökəri cövlan edir, əzm ilə Abbas-ı ələm pərvəri cövlan edir. Düşmən özü etdi nəzər, gördü Əli oğlunu, ərş-i müəllada necə xəncəri cövlan edir. Ey Hüseyin nökəri, ey şir xuda bənzəri, məğlub edən cəngidə sən necə cəngavəri. Hamı baxır, sənədli filmlərdə görmüşsünüz də şir meydana girəndə o Deyuşanı, Ceyranı cüyürü, hamısı qatışarlar. Kərbəla şirini atdan sala bilmirdilər. Kərbəla şirini atdan sala bilmirdilər. Ləşkər-ü durduğu yerdə qala bilmirdilər. Yazdı qələm tarixə ki, cəngidə 500 nəfər Marid Əbbasın əlindən ala bilmirdilər. Kərbəla şirini atdan sala bilmirdilər. Ləşkər-ü durduğu yerdə qala bilmirdilər. Yazdı qələm tarixə ki, cəngidə 500 nəfər Marid Əbbasın əlindən ala bilmirdilər. Kərbəla şiiri kəsir Ləşkər Süfyanları, bir başa tədvarı edib Nuh fələkə qanları. Elə bil xəndəyi təkrar elədi. Şiir sözün şiir dedi. Əhsəni Əbbas'a mələklər
hamı bir dedi. Mavridi vurduqda yerə, Şah-ı Nəcəfdən o dem, Heydər Kərrar, uca səsdən, uca təkbir dedi. Zərbe-i Abbas, Zərbe-i Abbas, necə gör xəndəyə fərsəngidir, şiir-i xudanın elə bil, Əbdəvidin zəngidir. Gör nə qiyamətdə ağam şövq ilə qovğa edir. Küfəlilər etdiyi qovğaya təmaşa edir. Kərb-i bəlada aman Allah bu nə hənganədir. Həzrəti Abbas elə bil məhşəri bərpa edir. Vurduğu hər zərbəsinə ərş-i xuda titriyir. Eylədiyi həmləsinə kərb-i bəla titriyir. Suyu da aldı, bayrağı da vurdu. Amma biz bura suya gəlməmiş. Suyu aldı, bayrağı da vurdu, ovcuna da götürdü. Dalğalanıb cəngi də Abbas ağanın pərsəmi. Söylədi Zeynəb, bunu tərfilat bitirirəm. Söylədi Zeynəb, dalğalanıb cəngi də Abbas ağanın pərsəmi. Söylədi Zeynəb, ey Hüseyin, ey canımın həmdəmi, səslə əvvəl fəzli denəm məhbədə yüzdən birin, qan gölünə döndərəcək yoxsa tamam aləmi. Qeyrəti Əbbas-ı ədu ləşkərini vur deyir, amma ki Mövlası Hüseyin vurma, dayan, dur deyir. Əvvəl-fəz, hamısını qırson kim olar bəs bizə düşmanımız? Olmasa düşman pozular əhdilə peymanımız. Aləm-i zərdən bu bəla dəştinə ləbbək dedim. Əvvəl-fəz, yara fəda olmalıdır canımız. Ey şühəda şahı sənə canı fəda səyyarım. Bunu kağıt səyyar yazıb, Allah önünə bərəkət versin. Ey şühəda şahı sənə canı fəda səyyarım. Olmayıb əssa o sənin bircə də təzəvvarın. Lütf elə nə olar ey ağam, sən dili sərparəyə, ruzi cəza eylə şəfa aşıqı biçarəyə.